Bismillahirrahmanirrahim və bihi nəstəin. İnsanın bir Allahla rabitəsi var, bir də cəmiyyətlə, ətrafındakilərlə rabitəsi var. İnsan bu rabitələri düzəltməlidir. Yəni, hər iki əlaqə, istər Allahla əlaqə olsun, istərsə də cəmiyyətlə, ətrafla əlaqə, bunlar düzəlməlidir. Və zaman-zaman insan bu işlərə görə də özünə hesab verməlidir, özünü hesaba çəkməlidir. Adətən, özünü hesaba çəkdiyəndə, məsələn, hədislərdə də buyurulur ki, insan özünü hesaba çəksin, özünə hesab versin. Adətən, hesaba çəkdiyəndə insan bunu yalnız Allahla əlaqəni başa düşür. Yəni, Allaha görə etdiyi işləri hesaba çəkməyi nəzərdə tutur. Məsələn, namaz, ibadət və s. və ilaxır. Amma biz hədislərə diqqət eləsək görərik ki, insan həm Allahla rabitəsi olduqda özünü hesaba çəkib, hesab verməlidir və bilməlidir ki, hansı işləri, yaxşı işləri görüb, hansı pis işləri görüb və həmçinin də insanlarla rabitədə də insan özünü hesaba çəkməlidir. Kimlərə qarşı hansı münasibətdə olub. Həzrəti İmam Həsən Əskəri əleyhissalamdan bir hədis nəql olunur. İmam Həsən Əskəri əleyhissalam buyurur ki, zirəklər zirəyi öz nəfsini hesaba çəkən və ölümdən sonraki həyat üçün əməl edən şəxsdir. İmam Həsən Əskəri əleyhissalam buyurur ki, ən zirək insan, adətən cəmiyyətdə ən zirək insan deyəndə müəyyən işlər nəzərdə tutulur ki, o İslamda qəbul olunmur. Məsələn, çox pul qazanan insan ən zirək insandır, yaxşı vəzifə tutan insan ən zirək insandır və yaxud məsələn, yaxşı danışıq qabiliyyəti, dildə iti olan insan ən zirək insandır. Təbii ki, bunlarda da zirəklik lazımdır, amma Allah üçün halal olarsa. Amma hədislərə baxarkən ən zirək insandan söhbət gedir. Yəni, insan ən zirək olduqda hansı işləri görməlidir? İmam Həsən Əskəri əleyhissalam buyurur ki, öz nəfsini hesaba çəkə bilən insan ən zirək insandır. Bir nəfər İmam Həsən Əskəri əleyhissalamdan bu barədə soruşur ki, insan özünü necə hesaba çəkməlidir? Həzrəti İmam Həsən Əskəri əleyhissalam buyurur ki, səhəri axşam etdikdə öz nəfsinə müraciət etsin və öz-özünə belə desin, bu sualları versin. Ey nəfs, bugün sənin üçün ötüb keçdi, hər gün ötüb keçir. Hər günün hesabını biz bu dünyada özümüzlə etməsək, axirətdə bizlə hesab çəkəcəklər. Bugün sənin üçün ötüb keçdi və bir daha geri qayıtmayacaq. Kim zamanı geri qaytara bilər? Kim günü geri qaytara bilər? Hətta bir dəqiqəmizi belə biz geri qaytara bilmirik. Allah Teala bugün haqqında səndən soruşacaq. İmam buyurur ki, keçən gün haqqında Allah Teala soruşacaq. Hətta saat haqqında Allah soruşacaq. Hətta dəqiqə haqqında Allah soruşacaq. Hansı suallar veriləcək? Nələr soruşulacaq bizdən? İlk növbədə Allahla olan rabitə soruşulacaq. Onu necə keçirdin? Yəni, həmən günü necə keçirdin? Hansı əməllər yerinə yetirdin? Keçən gündə, ötən gündə, yola verdiyin gündə hansı əməlləri yerinə yetirdin? Allahı xatırladınmı ilk növbədə? Allahı xatırladınmı? Ona həmd və şükür etdinmi? Birinci sual budur. İnsan özünə sual verməlidir. Bugün mən bir dəfə də olsun belə, iki dəfə də olsun belə Allahı xatırladınmı? İndi adətən namaz qılan insan düşünəcək ki, bəli, mən Allahı 3 dəfə xatırladım. Sübh namazı qıldım, günorta namazları qıldım, axşam namazları qıldım. Bu da Allahı xatırlamaq deməkdir. Amma bəzən insan yanılır. Hətta bəzən insan namaz halında belə Allahı xatırlamır. Namaz qılmaq o demək deyil, insan Allahı xatırlayır. Bəzən insan namazda hər şeyi düşünür Allahdan başqa. Bütün məsələləri həll eləyir, bütün rabitələri həll eləyir Allahla rabitədən başqa. O baxımdan insan namazda da
gərək diqqətli olsun. Allaha şükür və həmd etsin. Bir möminin ehtiyacını qarşıladınmı? İndi buradan artıq cəmiyyətlə, ətrafla, insanlarla olan münasibəti insan özünə hesab verməlidir. Bir möminin ehtiyacını qarşıladınmı? Ehtiyaclı bir insana hər hansı bir ehtiyacı olursa olsun kömək etdinmi? Təkcə burada maddi və pul ehtiyacından söhbət getmir. Təkcə burada yemək ehtiyacından söhbət getmir. İnsanların müxtəlif ehtiyacları olur. Hətta sözə belə ehtiyac olur. Hətta bir təbəssümə belə ehtiyac olur. Hətta bir keyf, əhval soruşmağa belə ehtiyac olur. Bu ehtiyacları da insan gərək düşünsün. Ehtiyac deyəndə təkcə maddi ehtiyac deyil. İmam Kazım əleyhissalam hədislərin birində buyurur ki, Allahın yer üzündə bəndələri vardır ki, insanların ehtiyaclarını ödəmək üçün çalışırlar. Bəli, yer üzündə elə Allah bəndələri var ki, onların çalışdığı, vuruşduğu ancaq insanların ehtiyaclarını ödəməkdir. Bu, bizim Peyğəmbərimizdən və Əhl-i Beyt əleyhissalamdan qalan bir yoldur. Baxmayaraq ki, onların çox işləri, insanları hidayət etmək və digər məsələlər onlarla yanaşı, həmçinin də insanların ehtiyaclarını belə ödəyiblər. Maddi ehtiyaclarını belə ödəyiblər. Onlar qiyamət günü əmin-amanlıq içində olacaqlar. İmam Kazım əleyhissalam buyurur ki, bir insan ki, yer üzündə insanların, ehtiyaclıların ehtiyacını ödəmək üçün çalışarsa, o, qiyamət günündə əmin-amanlıq içində olacaq. Çünki o özü dünyada insanlara əmin-amanlıq bəxş etmək üçün çalışırdı. Onların istər maddi, istər digər ehtiyaclarını ödəməklə onlara bir əmin-amanlıq həyat bəxş etmək istəyirdi. Allah da ona qiyamətdə əmin-amanlıq həyatı bəxş edəcək. Sonraki suallar ki, insan özünə verməlidir, budur. Onun bir kədərini aradan qaldırdınmı? Yəni, bir ehtiyaclının bir kədərini aradan qaldırdınmı? Bəzi insanlar olur, müsibət baş verir onlara, çətinliklər baş verir, fikir içində olurlar, düşünürlər, halları təbii hallar olmur. Bunların kədərini aradan aparmaq üçün onlara bir dəstək olmaq, onların yanında olmaq, onlara müəyyən istər sözlərlə, istər digər köməkliklərlə onların kədərini, təsəlli verməklə kədərini aradan qaldırmaq. Bu da insanların boynunda bir haqdır ki, bir-birinə gərək insanlar gərək bu şeylərə diqqət etsinlər. Sonraki sual belə olacaq, onun yoxluğunda ailəsi və övladlarını qorudunmu? Bir mömin qardaşın və yaxud mömin olmasın, bir qonşun, bir qohumun, hər hansı bir şəxs ki, tanıyırsan, münasibətin var, o yoxdur. İstərsə də dünyadan köçüb, istərsə də səfərdədir, istərsə də müəyyən vəziyyətlərdə, məsələn, həbsdədir. Onun ailə və uşağının ehtiyaclarını aradan qaldırmaq üçün çalışdınmı? Bu sual da insana veriləcək. İnsan bunu da gərək özünə hesab versin. Bugün nə qədər insanlar var ki, ailəsinin yanında deyirlər. İstər dünyasını dəyişməklə, istər digər vəziyyətdə olmaqla. Məsələn, həbsdə olan mömin qardaşlarımız nə qədər ki, həbsdədirlər. Onların ailə və uşaqlarına diqqət nə qədərdir biz tərəfindən, mömin qardaşlar tərəfindən, insanlar tərəfindən. Baxın, bu da bir məsələdir. Bu bir ictimai məsələdir. İnsanın öz qardaşının, mömin qardaşının boynunda olan haqqıdır. Mömin bir qardaşın qeybətinə mane oldunmu? Yanında biri gəldi, mömin qardaşının qeybətini eləməyə başladı. Sən onun qarşısını aldınmı? Dedinmi ki, bu qeybətdir, olmaz. Müminin qeybətini etmək olmaz. Ümumiyyətlə qeybət haramdır. Allah Qurani Kərimdə qeybət barədə ayə buyurur. Amma bəzən görürsən ki, insan qeybətdən xoşhal olur. Yanında mömin qardaşının qeybətini eləyirlər, nə onu müdafiə edir, nə də bu qeybətin qarşısını alır. Və özü də bu şeydən xoşhal olur. Və hətta deyilən sözlər barədə özü də suizənnə düşür. Qeybət haram işlərdəndir. O baxımdan insanın qəlbində əgər
günaha qarşı meyil varsa, onun yanında mömin qardaşının qeybətini də etsən, o ona qulaq asmağa başlayacaq. O baxımdan bu da bir hesabdır ki, insan özünə verməlidir ki, mömin qardaşının qeybətini edəndə mane oldunmu? Və sonraki sual belə olacaq: bir müsəlmana kömək etdinmi? Hər hansı bir müsəlman. Bugün dünyada məzlum vəziyyətdə olan müsəlmanlar var. Və nə qədər müsəlmanlar var ki, onlara kömək etməyə belə tüklərini belə tərpətmirlər. Barmaqlarını belə tərpətmirlər. Bu suallar veriləcək, bu hesablar aparılacaq insanlarla. Bugün Qəzzada, Fələstində, Yəməndə və digər müsəlman ölkələrində nə qədər müsəlmanlar çətinlik içindədirlər, zülm altındadılar. İnsanların, müsəlmanların bunlara diqqət etməsi onların mənəvi vacib bir borcudur. Bu sual insana veriləcək. Və sonuncu sual: ey nəfs, bugün də nə etdin? Hesab ver özünə. Bugün də nə etdin? Bu sualları insan özünə versə və bunlardan nəticə çıxarsa ki, bu İmam Həsən Əskəri əleyhissalamın hədisi əsasında deyilən sözlərdir, insan artıq özünə hesab vermiş olar və əməllərini düzəltmiş olar. Həm Allahla rabitəsi düzələr, həm də insanlarla rabitəsi düzələr və qiyamət günündə də artıq Allah Taala bu şeylərlə insanı cəzalandırmaz və hesaba çəkməz.